Salam, hər vaxtınız xeyir olsun. Əvvəla sizi və bütün Azərbaycan xalqını müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirik. Allah kəsilən qurbanları, edilən duaları qəbul eləsin. Bəli, biz isə hazırda ət kəsim məntəqələrindən birindəyik. Əvvəla mən onu bildirim ki, Naxçıvan Muxtar Respublikasına daxil olmaqla ölkə üzrə 135 ət kəsim məntəqəsi fəaliyyət göstərir ki, bu məntəqələrdə bütün sanitariya, gigiyena qaydalarına əməl olunur daha doğrusu. Bundan başqa bu məntəqələrdə heyvanların kəsimi İslami qaydalara riayət olunmaqla həyata keçirilir. Məlumat üçün onu da bildirim ki, işğaldan azad edilən ərazilərdə də Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyaları fəaliyyət göstərir. Eləcə də bu ərazilərdə çadırlar quraşdırılıb. Hətta ilk dəfə Cəbrayılda bu il Qida Təhlükəsizliyi Agentliyinin səyyar çadırları quraşdırılıb. Eləcə də laboratoriyalar bu ərazilərdə də fəaliyyət göstərir. Biz isə bir daha qeyd edim ki, hazırda ət kəsim məntəqələrindən birindəyik. Buradakı prosesi sizə təqdim etməyə çalışacağıq. Mənim isə yanımda Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev var. Bu məntəqə haqqında, ümumiyyətlə proses haqqında ətraflı məlumatları elə özündən eşitək. Mansur müəllim, sabahınız xeyir olsun, bayramınız mübarək olsun. Zəhmət olmasa bizə proses haqqında ətraflı məlumat verin. Çox sağ olun. Mən də hər kəsi Qurban Bayramı münasibətilə təbrik edirəm və tamamilə doğru bildirdiniz ki, ölkə üzrə hazırda 135 ünvanda qurbanlıq heyvanların həm kəsim, həm satışı prosesi həyata keçirilməkdədir və vətəndaşlardan xahişimiz odur ki, bu ünvanlara, yəni əvvəlcədən də bu məlumatlar 2 həftə əvvəl məlumatlar geniş şəkildə ictimaiyyətə çatdırılıb, eyni zamanda agentliyin rəsmi saytında hal-hazırda qeyd olunub və həmin məlumatları əldə edərək özlərinə yaxın ünvanlarda, eyni zamanda hal-hazırda olduğumuz bu kəsim və satış məntəqəsinə yaxınlaşaraq qurbanlıq heyvanların həm kəsim, həm də satışı həyata keçirə bilərlər. Və onu qeyd edim ki, 135 ünvanın 77-sində həm kəsim, həm satış xidmətləri göstərilir. 30 ünvanda isə qurbanlıq heyvanların satışı, 28-də isə yalnız kəsim xidmətləri var. Təbii ki, hər bir məntəqədə agentliyin baytar müfəttişləri fəaliyyət göstərirlər. Eyni zamanda yerlərdə biz yerli icra orqanları ilə, xüsusilə polis əməkdaşları ilə, yerli icra hakimiyyəti orqanın əməkdaşları ilə yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətlərinin qarşısının alınması istiqamətində də hal-hazırda işlərimiz davam etdirilir. Eyni zamanda bilirsiniz ki, burada əsas məqsədimiz, yəni kəsim məntəqələrində qurbanlıq heyvanların kəsimi prosesi sırf baytar nəzarətindən keçmiş heyvanların kəsimi və burada əsas məsələdə bayramın daha təhlükəsiz, rahat şəkildə həyata keçirilməsidir. Bildiyiniz kimi və burada sırf baytar nəzarətindən keçmiş heyvanlar təhlükəsiz, sağlam şəraitdə, yəni sanitar gigiyenik norma qaydalar gözlənilməklə kəsilir və ona görə də burada əsas məsələlərdən biri də heyvanlardan insana keçə biləcək zoonoz xəstəliklərin qarşısının alınması, həmçinin heyvan xəstəlikləri nəzarət prosesinin bir parçası olaraq biotəhlükəsizliyi də təmin olunması istiqamətində bizim müfəttişlərimiz, həmçinin doğru qeyd elədiniz ki, bəzi regionlarda çadır tipli kəsim məntəqələri var və orada da institutun laboratoriyaları fəaliyyət göstərirlər, gücləndirilmiş iş şəraitində və təbii ki, bütün bu işlərin hər birisi bayramın daha təhlükəsiz, rahat şəkildə həyata keçirilməsindən bağlıdır. Eyni zamanda bir məlumat vermək istəyirəm ki, artıq bir neçə ildir ki, çox yaxşı bir ənənə formalaşıb ki, vətəndaşlarımız bayram günlərində qurban əti almaq istəyəndə də, yəni qurban heyvanların kəsimindən başqa qurban əti almaq istəyəndə də bir sıra satış şəbəkələri prosesi aktiv qoşulublar. Agentliyin rəsmi saytında həmin satış şəbəkələrinin ünvanları var və daxil olub oradan telefon nömrəsi vasitəsilə hətta yaxınlaşaraq da qurban ətlərini sifariş edə bilərlər və təbii ki, həmin ətlərdə sırf norma qaydalara uyğun şəkildə həmçinin onların daşınması, qablaşdırılması da mütləq şəkildə temperatur rejimi gözlənilməklə, digər qaydalara əməl olunmaqla istehlakçılara çatdırılması satış şəbəkələri tərəfindən təmin olunacaq və eyni zamanda biz istəyirik ki, vətəndaşlardan xahiş edək ki, mütləq şəkildə küçələrdə, yol kənarlarında əgər hər hansı bir qanunsuz fəaliyyət görərlərsə, mütləq şəkildə agentliyin minus qanun xəttinə və yaxud yerli icra orqanlarına müraciət eləsinlər. Eyni zamanda qanunsuz cəhdlərdən çəkinsinlər. Təşəkkür edirik sizə. Biz öyrənmək istəyirik ki, kəsim və satış məntəqələri saat neçədən neçəyə kimi fəaliyyət göstərir? Çox sağ olun. Qeyd edim ki, kəsim və satış məntəqələri əvvəlcədən məlumat verildiyi kimi səhər saat 8-dən axşam 20:00-a qədər və bu məntəqələrin hər birində gün ərzində agentliyin əməkdaşları gücləndirilmiş rejimdə öz fəaliyyətlərini davam etdirəcəklər və hər hansı bir uyğunsuzluq müşahidə olunarsa dərhal bununla bağlı tədbirlər həyata keçiriləcəkdir.
Çox sağ olun, təşəkkür edirik. Bir daha qeyd edim ki, mənim müsahibim Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev idi. Biz sizə ət kəsim məntəqələrindən birindəki hazırki vəziyyəti təqdim etdik. Səhər saatları olmasına baxmayaraq, sakinlər gəlib bu məntəqələrdə öz heyvanlarını, qurbanlıq heyvanlarını kəstirirlər və gigiyenik qaydalara əməl etmək üçün həmin sakinlər çöldə gözləyirlər. Bu proses əməkdaşlar tərəfindən həyata keçirilir. Biz növbəti saatlarda isə sakinlərin öz fikirlərini alacağıq. Bu məntəqələrdən razıdırlarmı? Ümumiyyətlə, bu il qurbanlıq heyvanların qiymətləri neçə manat arasında təşkil edilir? Bunlar haqqında ətraflı məlumatları da tamaşaçılarımız bizim efir vasitəsilə öyrənə bilərlər. Hələ ki çatdıracaqlarımız bu qədər.